Adın nədir? Ləfqan. Ləfqan, hardansan sən? Hansı kənddənsən? Daşbaqdan gəlmiş. Necə oldu, niyə gəldiniz? Niyə çıxdınız kənddən? Ermənilər qovdu. Qovdu. Ləfqan, ayağına nə olub qızım? Meşədə qaçanda oldu. Nə oldu ayağına? 3 günlük qarın içində qaldı onun üçün. Buzladı, hə, ayağını. İndi necəsən, Ləfqan? Yaxşı. Ay, böyük qız olasın, Ləfqan. Mürvət. Ay, Mürvət, hardansan sən? Hansı kənddən? Xocaldan. Nə oldu bəs? Necə oldu ki, gəldin bu xəstəxanaya düşdün də? Həmişə də BMP ilə, raketlə, topla həmişə də kəndə atırdılar. Bir günü ayın 26-sı günü. Gecə yenə həminki kimi atdılar. Birdən hər tərəfdən doldular ki, Xocalıya. Xocalda cəmaatı güllələdilər. Kimisini tutdular, kimisini güllələdilər. Biz də evdəydik, çıxmırdı. Birdən gəldilər, ev okrujeni aldılar. Dedilər, çıxın, çıxmadıq. Siz hara qaçdınız onda? Qaçıb eləmədik. Evdə də qaldıqda çox, bütün evi ortaya almışdılar. Biz ortada qalmışdıq evin içində. Hər tərəfdə də erməni idi, okrujeni almışlar. Bizim evin dalındakı evləri zadı yandırmışlar, cəmaat tutub aparmışlar. Çoxunu uyatsın, öldürmüşlər. Ağdama bəs necə gəldiniz? Ağdama gəldik, Əskərandan gəldik. Ermənilər sizi zalog götürdülər, sonra buraxdılar, hə? Hə, Əskərana getdilər. Əskəranın milisəliyini, şöybə. Oradan da bizi buraxdılar. Dəyişdilər burada cəmaatı. Oradan buraxdılar. Kişiləri ilə döyürdülər ki orada. Əhməd. Əhməd, sən qardaşsan da? Ay, Əhməd, əlin harada yaralandı sənin? Xocalda. Necə oldu? Gecə evdəydi, ermənilər gəldilər. Okrujeni aldılar, onu da məni yaraladılar. Necə? Avtomat. İndi necəsən? Yaxşı. Yaxşısan. Sağ ol. Sağ ol. Sağ ol. Qala, bu uşaqlar sizindir? Bəli, mənimdir. 6 nəfərim var. 5-i oğlan uşağıdır, biri qızdır. Gecə okrujeni elədilər, silahlardan Badrun qutarına da vurdular. Kişi əlvəhəl yaralandı. Sonra uşaqlar qaldı. Uşaqlar qutarana vurdu. Vurandan sonra hücum elədilər, evə girdilər. Qranatı atdı, qazları buraxdı. Bizi partladanda uşaqlar əlini qaldırdı ki, bizi vurmuyor. Ona görə bizi yandırmadılar, bizi çıxartdılar. Olan olmazımızı apardılar, bizi də yığdılar. Maşına Əskərana tökdülər. Sonra bizi də... Əskərandan sonra bana bağışlayın. Əskərandan sonra nə? Əskərandan sonra dəyişdirdilər. Meyitlərlə bizi dəyişdirdilər.